Artık biz də hamıdan sonra, bayram bitəndən sonra bu dolu tozu hazırlayıb dadına baxmaq qərarına gəldik. Peki bunu ərişdirməyə. Burada hava var. Biraz buradan açırıq. Bir balaca. Havası buradan belə çıxdım. Biz rahat bunu təmizlədik. Ədi. Əfərlərimizi gətirəcək. Onu əvvəllə sırıq. Geçən. Bunun deyilənə görə pətör sosu olur. Amma mən o sosu bilmədiyim üçün ketçup və mayonezin istifadə edilir. Şimdi başına biraz daha belə kəsdirik. Geçən. Bunun biri Cavidin, biri mənim demək istəyərdim ki, çox təəssüf, bunun biri Kənanın, biri maymun. Bunu da belə kəsdim. Çəkdim hazırlanmasına, amma dadına ilk öncə özüm baxacağım. Evet. Burada baxın, qarğıdalı, yaşıl noxud, bir də qara zeytun var. Bir də fileni belə didmişik, qaynadıb. Bəs salın. Bir də ketçup və mayonez. Bunun içində lobya da olur. Ancaq uşaqlar lobya sevmədiyi üçün mən lobya istifadə eləmirəm. Bir qaşıq. Bir qaşıq tökdük qəşəngcənə. 2 qaşıq yaşıl noxud. Bir kaşık qara zeytun. Bunu da belə bölün. Yarısını ora, yarısını bura istifadə edin. Aşmada deyəm. Bu da belə. Sağlıklı ketçupu koyduk buraya. İlk buna. Buna bulaştı. Eyib yok. Problem yoktu. Bize problem değil. Siz narahat olun. Bir kaşık qarğıdalı. 2 kaşık qarğıdalı. Qarğıdalı yapmanı götürün. Nohut 1 kaşık. 2 kaşık nohut. Alim karıştı birbirine. İyi bir yok. Zeytinimizi de böyle karıştırıp götürmeye hiç olası değil. Zaten burada karışıyor. Bu kadar iyi kalsın. Ve filemizi tekrar buraya. Şöyle. Evet, içinde karıştırıyoruz. Çok memnun bir şey bilirəm, çok sevirəm. Bilirəm ki, bunu yeməyəcəklər. Yenə də. Bir sosunu tökmək. Mayonez. İlginç fasulyeler. Bence fasulyeler çok mayonezli yapmış olmaz diye düşünüyorum. Da ketçuptu. Üstesini kesecek bence. Ketçupu da qəşəng belə. Tökürük. Ketçupun ne şimdi tadı var. Çektik. Sıra caydı bunu karıştırmamız lazım. Bəlkə də dünyanın ən dadlı necə deyim, salata bənzəyir. Bu salata ola bilər.
və yaxud da dünyanın ən dadsız salatı ola bilər. Ən pis. İndi yoxlayıb deyəcəm ki, hansıdır. Mayonez tam qarışmır. Əsəbləşirəm. Ne var? Çok doyumludur. Çok. Ama elə də wow bir şeydir. Öyle adi Doritos'tadır. Tabii ki bəzi ingredientler var. Evet. İngredientler. Almağa dəyərmi? Dəyməz. Çünki evdə özünüz hazırlaya bilirsiniz. Buna niyə gedib 8 manat verirsiniz ki? Amma bir sir də açım sizə. Çünki elə üzü astarından baha gəlir. Elə gedin 8 manat verin. Alın bir dənəsini alın. Bütün ailə üzvlərinizə bir dənəsini alın. Dadına baxın, kifayət. Yəni bunu hərənizə bir dənə almağı məsləhət verirəm. Bir də dadına baxın. Bir dənə dadına baxım deyə qurtardım. Bir qaşıq da bax. Dediyim kimi. Birini alırsınız. Evdə düzəltmirsiniz. Yarmarka bitməmiş bir dənəsini alırsınız. Bütün ailə üzvlərinizlə onun dadına baxırsınız. Sağ olun, hələlik.